Əvvəllər biz balaca olanda elə bilirdik ki, Rusiyada yaşayan Azərbaycanlılar, yəni qızlar, Rusiyadan gələn qızlar özlərini çəkirlər, özlərini dartırlar. Mənim bibim qızlar da orada böyüyüb, amma yenə də mənə soruşanda mən dedim ki, mənim bibim qızları çox təvazökardır, amma çoxu deyəsən elədir, özünü çəkir. Mən bura gəldim, burada şoka düşdüm. Çünki o qədər buradakı Azərbaycanlılar mütəvazidir ki, o qədər gözəldilər. Tanımır səni tanımır. Biri yuxarıdan aşağı baxsın, biri mısmırıq töksün, biri sənə belə baxsın. Hamısı elə istiqamlı, elə gözəldir ki, gedək. Qızları hələm, ay telefonuyla, nə bilim, göstəriş eləsin, ay davranışıyla, ay bilməm, burada yaşayırıq. Buradakı qızlar o qədər təvazökardır, Azərbaycanlı qızlar. İnsanlar, xanımlar. Mən həqiqətən çox təəccübləndim. Ön yargılıymışam. Elə bilirmişim, mən də çox insan kimi elə bilirdim ki, buradakılar özlərini yuxarıdan aparırlar. Xeyr. Mənlə heç tanımadığım qızlar elə gözəl danışırdılar ki, bu yeni şənliyində